Fiziki xassələrin kristalın daxilində götürülmüş istiqamətdən asılı olmasına anizotrop edirlər. Bax, tutaq ki, hər hansı bir kristaldır, baba, atomlar belə düzdür. Baba, belə atomlar görsən, belə düzlənib, bax, fikir ver. Bax, atomlar belə düzlənib. Bu məsafə biraz çox olsun, bu məsafə biraz az olsun. Olar? Baba, tutaq ki, bax, bir sətin göstərdikdə, birdən təbəqəsində bu atomların düzülüşü belədir. Görürsən? Bax, belə düzəlblər. Əmin, gəlin də bunları biz sıxaq. Bunu, gəl bu istiqamətdə sıxaq. Bax, bir istiqamətdə sıxaq. Bu istiqamətdə sıxsaq, F qüvvəsindən atomlar arasındakı məsafə az olduğuna görə çətin sıxılacaq. Düzdür? Belə sıxsaq, məsafə biraz çoxdur, biraz ondan yaxşı sıxılacaq da, düzdür? Belə sıxsaq, bax, belə sıxsaq, bax, belə sıxsaq, görürsən? Yəni, belə sıxsaq. Daha məsafə böyükdür, daha yaxşı sıxılar. Biraz böyük məsafə götürsək, belə sıxsaq, görürsən, məsafə çoxdur deyə, biraz da yaxşı sıxılacaq, görürsən, fiziki xassə istiqamətdən asılı olur. Buna deyirlər anizotropa. Bu möhkəmliyin istiqamətdən asılı olması düzdür. Məsələn, belə deyəm, bax, elə bir ki, ağac kötüydür, belə bir ağac kötüydür, belə ağac kəsiblər, mişarlayıblar. Bunu belə mismarlayanda, baltanı belə vuranda, lifləri ayrılır, asan ayrılır. Belə vuranda baltanı, bunun parçalanması biraz çətin olur. Görürsən, fiziki xassələri möhkəmli istiqamətdən asılı olur. Oldu. Laylı kristallar var. Laylı kristallar. Məsələn, grafit, qələm yazırsan, Grafitdə belə təbəqələr var. Baba, 600-lü kimi belə təbəqələr var, grafit, baba, sən bax. Bunlar arasında məsafə azdır. Bu təbəqələr arasındakı məsafə, bu məsafə çoxdur. Ona görə yazanda bunlar ayrılır. Bax, bu təbəqə ayrılır. Bax, qələmlə yazında belə başlayır. Hə, bu da anizotrop kristaldır, məsələn. Olur, elektrik xassələr anizotrop olur, maqnit xassəsi anizotrop olur, optik xassəsi anizotrop olur, aydındır. Bu olur, fizik xassələrin istiqamətdən asılı olması. Yadında qalsın, bax, belə cümləməmişəm, bax, kristal cisimdirsə, cisim kristaldırsa, kristal anizotropdur, yadında qalsın. Kristallar anizotropdur. Oldu. Polikristallar, məsələn, qənd olsun, məsələn, polikristallar izotropdur. Amorf cisimlər, amorflar da nədirlər? İzotropdurlar. Amorf cisimlər bütün istiqamətlərdə nədir? Xassələr eyni. Aydın oldu.